Allah berekatuhu. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillah. Ve ala alihi ve ashabi ve metabahum bisanin ila yevmiddin ve ba'd. Evet değerli Müslümanlar, Allah'ın selamı, rahmeti, bereketi üzerinize olsun. Resulullah sallallahu aleyhi ve sellemin ashabı diye Resulullah sallallahu aleyhi ve sellem'dir. Yani zikrederken, Allah Resulü zikrederken onun sahabesidir, elədir, dinleyenlerdi ki Allah Resulü. Onların başına kuş gelip konsaydı ve rahat bir şekildedir orada, yani yeri gelse yumurtalayardı, yeri gelse yatardı, durardı. Yani sahabe o kadar dikkatli bir şekilde canı gönülden Resulullah sallallahu aleyhi ve sellem'i dinleyerdi. İmam Tirmizi, Allah rahmet eylesin, İmam Tirmizi deyir ki Allah Resulü'nün hadisi olan yerde, Allah Resulü'nün hadisi zikir olunan yerde Allah Resulü'nün özünün olduğu meclistir. O meclise deyir saygı duyularsa Allah Resulü'ne duymuştur. O mecliste deyir saygısızlık olmuştursa Hucurat suresi 3. ayetin altına girmiştir ki sesinizi Allah Resulü'nün sesinden yükseğe kaldırmayın. Özünüzle bilmeden emelleriniz puç olar. İmam Malik, Allah kendisine rahmet eylesin, Muvatta'dan tələbələrine ders geçerken, hadis anlatırken en güzel libasını giyiner, evini temizleyer ve insanları Cebrail aleyhisselamla Muhammed aleyhisselamın karşılıklı oturduğu kimi insanları nedir o şekilde talep ederdi ki dizlerinizi yere koyun ve oturun ve dinleyin derdi. Yani elhamdülillah bugün bizim imkanlarımız geniştir. Stollar var, yer var, göy var vesaire. Ama talep olunan nedir kardeşler? Talep olunan sessizliktir ki tamamıyla sessizliktir ve hatta Kur'an okumak belə beğenilmir. Yani Kur'an okumak belə zikir meclislerinde pısıltı ile de olsa yani Kur'an okumak olmaz. Yani bu zikirle o zikirin arasına ister istemez bak düşünün, ben misal verim size. Şimdi sual verirler, ben ona göre cevap veririm ki kardeş sen zikir ederken bir kulağım sende, bir kulağım Kur'an okuyabilir mi? Şimdi bunu siz belə düşünün ki burada olan Müslümanların, dinleyicilerin eyni durumda olarsa necə olabilir mesela için? Və yaxud da ki sual soruşurlar ki sen Kur'an okuyarken arkadan biz de elimizde telefonla izləyə bilərikmi? Düşünün ki hamı elinde telefon ve Kur'an izləyir. Mənim izləyirisi, yoxsa Kur'an'ı mı izləyir, yoxsa ki namazda xuşu ilə Kur'an mı dinləyir yani? Bunun için yani Resulullah sallallahu aleyhi ve sellemin əshabının sünnətinə hərfiyyən uymadığımız sürece çok bərəkət əldə edə bilməyəcəyik. Bizler niye bərəkət kazana bilmirik? Çünkü Resulullah'ın sünnətinə uymuruq. Çünkü Allah Resulü'nün sahabesinin yoluyla, metoduyla yani getmirik. Yani bazen bir sünnet belə bazen bir Müslüman toplumunu böyük zəfərlərdən məhrum edir. Ömer radıyallahu anhu, Allah kendisine rahmet eylesin, yani sahabelerin savaşa çıkarken Allah Resulü'nün sünnetine tabi olup olmamağını her şeyde kontrol ederdi. Tamamıyla Resulullah aleyhissalatü vesselam uyardı ki muhalefet olmasın. Allah Resulü'nden muhalefet etmeyelim. Yani kardeşler, yani bu sebepten de bu günlerimiz bereketli geçmesi için Allah subhanahu ve teala'nın rahmeti nedir? Bizlerin yanında olması için sünnete güzel şekilde bağlı kalalım. Bu günlerimizi vallahi bir de elde edebilmeyeceğiz. Yani ben her gün peşman olduğum kimi inanıram sizler de peşman olursunuz günlerinizin
Allah'ın istediği şekilde kesmediği için. Buna göre hiç olmasa buralara geldiğimiz zaman elhamdülillah iftardan sonraki elhamdülillah güzel iftar edildi. Bunun özü güzel bir sevinçtir. Müslümanların birlikte iftar eləməsi, Müslümanların birlikte elhamdülillah işe namazın kılması, teravih namazın kılması. Yani bunun özü elhamdülillah Allah'tan bir lütuftur, Allah'tan bir rahmettir yani. İftarda az olan doydu, tok olan doydu. Önemli olan bizlerin samimi olan Allah'a niyetidir. Allah niyetlerimizi kabul etsin. Allah'ım amin. Ve sabah inşallah ki o mübarek gecelere giririk. İşlerinizi, gücünüzü bırakın. Yani biraz dincelin, rahat olun. İnşallah kıyam-ı leyiller sabaha kadar güzel bir şekilde ibadet geçirmek için fırsattir. Belki bu ilden sonra burada bir de görüşmedik, belki birbirimizi görmedik. Belki ölüm bizim kapının ağzındadır. Kime ölüm daha tez geleceği hiç belli değil. Ona göre Resulullah sallallahu aleyhi ve sellemin o lanetine maruz kalmayalım ki Allah'ın laneti olsun ki o insanın üzerine ki Ramazan ayı gelir, bağışlanmadan çıkır veya yazıklar olsun, vay olsun o insanın halına ki Ramazan çıkır, Allah onu bağışlamır. Allah bizi bağışlanan kullarından etsin. Dünenleri Ehl-i Sünnet ve Cemaat'ın hadis ve iman konusunda emellerin imandan olma meselesinde ve imanın 3 yere bölündüğünü açıkladık ki İmam Macuri Allah Resulü'nden mana bakımından ve üzerinde de tabiinin ve itibâ tabiinin icme etmiş olduğu hadisle ki iman nedir? El-imanu kavlun bil lisani ve amelun bil erkani ve yakinun bil kalbi. İman nedir? Dille söylemek ve erkanlarıyla amel etmek ve kalpte yakın olmaktır. Dün bu barədə biraz danıştık ve bugün ise kalbin imana etmesi dedik ki vaciptir. Lakin bu bize nedir? Bu dersi anlatırken bu anlattığım şeylerin bir kısmı esasen mütlak olarak ferdi insanlara aittir. Yani bir insan nece mümin olabilir? Bir insan nece mümin olabilir? Yani sen bir insana nece müminsen demekten bahsetmedik. Bunun arasını hemen karıştırırlar. Bir insan nece mümin olabilir? Bir insan nece Müslüman olabilir? Bir insanın İslamı nece keçerli olabilir? Sen bir insanın İslamını nece kabul edersen, nece keçerli sayarsandan danışmırıq. Yəqin ki mefhumdur, yani anlaşılır dediğim. Doğru mu kardeşler? Yani çünkü neye göre imanın birinci esası qəlbdir ki, qəlblə iman etmək lazımdır. Qəlbən yəqin olmalıdır, qəlbən təsdiq eləməlidir, qəlbən xuşu olmalıdır, qəlbən təvəkkül eləməlidir, qəlbən Allaha yönəlməlidir, Allaha sığınmalıdır. Bunun için Allah Subhanahu teala Kur'an-ı Kerim'de Maide suresinde de buyurduğu kimi ya eyyuhar Resul, ey Resul, küfür edenler seni üzmesinler. La yahzunkellezine yusari'un fil kufri. Küfre telesenler, küfür işlemeye çalışanlar, yani küfürde acele edenler, yani dinden çıkan insanlar aslında bir Müslümanı üzmemesi lazımdır. Yani üzülmemelisin. Kimlerden? Ki minellezine kalu emmenne bi efahihim, o kafirler ki dilleriyle söylediler, yani münafıklar, ve lem tu'minu kulubuhum, onların kalpleri ise iman etmediler. Buradan bize delil olan nedir? Burada bizden delil olan odur ki onlar dilleriyle iman ettiler, lakin kalpleriyle iman etmediler. Demek ki kalbin iman etmesi var. Kalp iman etmelidir. Kalp Allah'ı tanımalıdır. Bunun için aslında imanın deyir alimler esas temeli kalptir. Kalp xəstə olarsa bədən də xəstə olur. Kalp sağlam olarsa bədən də sağlam olur. Mesela bizim xəstəliklərimizin əsas səbəbi nədir? Əsas səbəbi qəlbin. Bizim qəlbimizdə xəstəlik var. Fi qulubihim marad fezadahumullahu marada. Onların qəlbində xəstəlik var. Allah da onların qəlbindəki olan xəstəliyi artırır. Çünki bizim əsas təməlimizi təşkil edən iman konusunda qəlbdir və bizim qəlbimiz də imanla, tevhidlə sağlam deyil. Yəni bizim tevhidlə Allah ilə aramızda bağlılıq, sağlam bağı qurmamışıq. Səthi bir bağ qurmuşuq. Çünki dünyadan qorxuruq, dünya malından, əlimizdən getməsindən qorxuruq.
dünyada yaşamağa çalışırıq, ömrümüzü uzatmağa çalışırıq. Yəni ömrümüzü məsəl üçün uzatmağa çalışmırıq ki, mən daha çox ibadət edeyim. Yəni malımı daha çox qazanmağa çalışmıram ki, Allah yolunda infaq edeyim. Yəni elə mən var idi elə müsəlmanlar. Allah rəhmət eləsin, qəni rəhmət eləsin. Onlar öldü, getdi. Tilkə ümmətun qad xələd. O ümmət gəldi, keçdi. Yəni mən şahid olmuşam. Qiyamət günündə Allah mənə şahidlik nəsib edərsə, onlar üçün şahid olacağam ki, ya Rabbi, bunlar həqiqətən də malını, canını sənin uğrunda xərcləmək üçün çalışdılar. Mən bu gün Allah üçün nə edə bilərəm? Onun üçün çalışdılar. Yəni bunun üçün imanın tələbi budur. Qəlbdəki imanın tələbi budur ki, axirət üçün çalışmaq. Qəlb onu istəyir. Qəlb ələ bi zikrillahi tatmainnal qulub. Qəlblər Allahı zikr etməklə mutmaindir. Dolların paskasını saymaqla, maşınların sayının çoxluğu ilə, evlərin sayının çoxluğu ilə, zövcələrin sayının, evlatların sayının çoxluğu ilə insanoğlunun qəlbi rahat ola bilməz. Çünki Allah Quranda deyir ki, yevmə izin, o gün elə bir gündür ki, lə yənfə'məlun və lə bənun illə mənətəllaha bi qalbin səlim. O gün malın da sənə fayda verməyəcək, evladın da sənə fayda verməyəcək. Kimin qəlbi Allaha salim, təmiz şəkildə bağlıdırsa, yalnız ona fayda verəcək. Yəni, iman səndən Allah üçün nəsə etməni istəməlidir, o da qəlbdə olmalıdır. Bizdə isə qəlbdə yoxdur, içdən bizi hərəkət etdirən bir şey yoxdur. Bizi itəkləyən bir şey yoxdur ki, qardaş dur, sabah duranda bir insanın Allah Resulü deyir ki, kimin sabah yuxudan qalxanda dərdi, azarı, fikri, qayəsi Allah olarsa, Allahın dini olarsa, Allah onun bütün sorumluluğu üzərinə götürür. Kimin qayəsi sabah qalxanda çıxım, axşama qədər biraz pul qazanım, rızq qazanım, biraz pulum çox olsun, vəsə dünya malım daha yaxşı olsun, halım dünyada daha yaxşı olsun çalışarsa, Allah onu deyir, o işinlə başına buraxar. Və rivayətdə gəlir ki, eşək kimi çalışar, ən sonda da Allahın ona yazmış olduğunu yiyər. Eşək kimi işləyəcəkdir. Axşam da 20 manatsa 20 manatdır. Nə yazmışsansa odur. Biz buna inana bilmirik. Bizim problemimiz odur. Qəlbən inana bilmirik. Çünki Allah Subhanahu taala nə deyir? Lahum fid dunya khizyun. Vay. Onlar üçün dünyada khizyun kəlməsi, khizyun. Onlar üçün dünyada elə bir əzab var ki, bəlli deyil. Əzab hardan gələcəyi bəlli deyil. Hansı pəncərədən gələcəyi bəlli deyil. Qapıdanmı, pəncərədənmi, ailəndanmı, evladındanmı, dostundanmı, parandanmı? O bəla hardan gələcəyi bəlli deyil. Peki dünyada bitirmi? Yox. وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ. Ahirətdə də o böyük bir əzabla qarşı-qarşıya gələcəklər. Həm dünyada, həm də ahirətdə. Və Bəqərə surəsində Allah Subhanahu taala deyir ki: "Əfətu'minuna bi ba'dil kitab və tekfuruna bi ba'd." Kitabın bir qisminə iman edib və bir qismini tərk edirsiniz. Kitabın bir qismini iman edirsən, həyatında uygulayırsan. Allah və Rasulun dediyin bir qismini uygulayırsan, tətbiq edirsən, hansı ki sağ rahat gəlir. Və digər qismini isə tərk edirsən, niyə? Sağ zor gəldiyi üçün, səndən bir şey götürdüyü üçün, malından, canından, lüksundan, həyatından bir şeylər azaltdığı üçün, sən biraz dünya mənfəətinə zərər vurduğu üçün onları isə tərk edirsən, hansısa bir bahanə ilə. وَمَنْ يَفْعَلُ ذَٰلِكَ مِنْكُمْ. Sizdən kim belə etməyə davam edərsə, həm dünyada o xizyun fid dünya, dünyada eyni bu ayətin davamı kimi ona dünyada görünməyən, bilinməyən, anlamadığı, fəhm etmədiyi, düşünmədiyi yerdən əzab, sıxıntı, bəla, musibət gələcəkdir. Və ahirətdə də daha böyük bir əzabla əlim, əzab gələcəkdir ahirətdə də. Bunun üçün qardaşlar, imanın əslini təşkil edən şey qəlbdir. Yəni qəlb sağlam olarsa, Allah Rasulun hədisində gəlir ki, bir insan olun bədəndə mudğa var, bir ət parçası var. İdə salahəl cəsədi kullu. O sağlam olarsa bütün bədən sağlam. Və izə fəsədər cəsədi kullu. Kul. Əgər o qəlbdəki o ət parçası sağlam deyilsə,
Gözün xəstədir, gözün haqqı görmür, kulağın haram eşidir, burnun haram kokuluyor, ağzın, dişin haram yiyir, haram nəfəs alır, haram nəfəs verir, əllərin harama dəyir, ayağın harama gedir, bədənin harama toxunur, beynin, düşüncən, mədə, bağırsaq, bütün zehniyyətin fasiddir. Sən xarab olmuş, çürümüş bir məhsulsan sən yəni. Çünki deyir, nə deyir? Fəsədər cəsədi kul. Cəsədin hamısı xarab olar deyir. Deyir, fasiddir deyir. Yəni fəsad olur, pozulubdur, xarabaya çevrilibdir deyir. Nədir dedilər ya Resulallah? Ələ və hiyəl qəlbu. O qəlbdir deyir. Niyə qəlbə qəlb adı verildi mübarək? Qəlb yuqallib, dəyişir. Dəyişkəndir qəlb. Bu tərəfə baxır, belə olur, bu tərəfə baxır, belə olur. Yəni sabit qalma. Ona görə Allah nə deyir? Ya muqallibəl qulub. Ey qəlbləri sabit edən Allahım, qəlbimizi dinində sabit elə. Yəni burada başımızı sirkəliyirik. Zikir bitəndən sonra, namaz bitəndən sonra, maşına oturandan sonra Allah deyin, Peyğəmbər, Allah üçün olan fikirlər, düşüncələr hamısı qaldı orada, burada. Nəfis meydana girir, dünya mənfəət, dünya arzu və istəkləri meydana girir. Bunun üçün yəni qəlb çox önəmlidir ki, yəni hətta küfür və şirk məsələsində də Nəhl surəsi əzbər bilirsiniz, 106-yı zaten içinizdə əzbər bilməyən yəqin ki yoxdur. Ki və mən kəfərə billahi min ba'di imanihi illə mən ukrihə kəlməsində bəlkə ondan çox görüş var ki, ikraha zorlanan haqqında illə mən ukrihə. Buradakı kim zorladı, nə tər zorladı, hansı şəkildə zorladı, zorlayan kim idi? Zorlanan kim idi, hansı şəkildə, niyə zorlandı, səbəb nə idi? Və qalbuhu mutmainnun bil iman. Və qalbuhu mutmainnun bil iman. Belə bir insana qəlbi mütmain olduqdan sonra ikrah halında olan, zorlama altında, məcburiyyətdən dolayı seçimi olmadan ağzından, dilindən, əməlindən küfür kəlməsi çıxırsa Allah onu küfrə yazmaz. Niyə? Çünki deyir, qəlbi imanla doludur. Bax, deyir ki, və qalbuhu mutmainnun. Mutmaindir, rahatdır, sakindir. Lakin deyir, və lakinnə məşərəhə bil küfri sadran. Kim küfürü könül xoşluğu ilə işləyərsə, fəaleyhi qadabi minallah, o adama Allahın qəzəbi və ləhum əzəbun azim. Və onlar üçün də Allahın böyük bir əzab vardır. Yəni, küfürü bilərəkdən işləyib tövbə edən insan zındıqdır, xəbəriniz olsun. Yəni, mən küfür eləyim, şirk eləyim, ya tövbə edərəm arkadaş, bir şey olmaz. Yox, bu adam zındıqdır. Mən tövbə edərəm, heç nə olmaz. Heç nə olmaz, bir şey olmaz. Bizə dedik ki, heç nə olmaz. Kafir olarsan, nə olacaq, heç nə olmaz. Nə olacaq, uzaq başı, Allahın qəzəbinə düşər olacaqsın. Yəni, dinlə oyun oynamaq olmaz. Haram edərsən, fasik olarsan, bilərəksən, o da təhlükəlidir. Baxın, alimlər deyir ki, bir insanın küfür işləməyinə, şirk işləməyinə heç bir səbəbiyyət yoxdur. İllə zorlama halında ola bilər. Yəni, insan canı könlündən küfür edə bilməz. Çünki insanın canı küfür edə... Yəni, Allaha sövməyə ləzzəti mi var yəni? Ha? Mir mövsüm ağa deyilən qəbrinə gedib və Allahın şəriətinin başqa bir şəriətə yönəlib insanın ancaq və ancaq nədir qardaş? Qəlbindən gələn bir şey ola bilməz. Bunun üçün küfür və şirkdə sən ancaq zorlana bilərsən. Könül xoşluğu ilə insan Allahın ayətini niyə inkar eləsin? Niyə Allah sözsün? Niyə Peyğəmbərə sözsün? Niyə Allahın ibadətdə? Niyə Allahdan başqasına aciz olan bir varlıqdan gedib Allahdan istədiyi şey gedib ondan istəsin ki? Yəni öyle bir insanın Peyğəmbər olması rağmen ona özünə fayda verməyəcəksə, salih olması ona fayda verməyəcəksə və qiyamət gündə hər birisi nəfsim dediksə, sən necə ondan gedib yardım istəyə bilərsən ki? Bunun üçün Allah Subhanahu Teala fısk edənləri qiyamət gündə şəfaat edənləri şəfaati ilə və öz şəfaati ilə, rəhməti ilə nədir? Cənnətə soxacaqdır sonuçda. Amma küfür üzərinə ölənləri isə heç bir şəfaati olunmayacaqdır. Şirk insanın tüpün əməllərini götürür. Küfür insanın tüpün əməllərini götürür. Ona görə dinlə oyun oynamaq olmaz.
Mən bunu eləyim, bu problemdən çıxım, inşallah tövbə eləyərəm. Sən onun başını bırak, birdən öldün o üzrə, nə olacaq? Ölsən nə olacaq ki? O münafiqlərin əməlidir. Yəni, müsəlmanların əməli deyildir o. Yəni, mən küfr edeyim, sonra tövbə edəyəm. Və Hucurat surəsində, yəni bu bağlı bizim təfsir dərsimiz var, Hucurat surəsinin 14-cü ayəti. Çox gözəl bir təfsir. Onu açılamış orada geniş. Deyir ki, Ərəbilər qalətil ərəbu əmənnə, Ərəbilər gəldi ki, biz iman etmişik. Qul ləm tu'minu, deyir ki, hayır, siz iman etmə. Niyə? Çünki və ləkin qulu əsləmnə və ləmmə hənüz. Nədir? Yədxulul imanu fi qulubikum. Hənüz iman sizin qəlbinizə girməyib. Ona görə siz hələ iman əhli deyilsiniz. Yəni, biz də əslində belə baxanda bədəvlər kimi zahirən müsəlmanıq. Yəni, bizim qəlbimizə iman oturmayıb. Yəni, Allah qorxusu ilə müamilə edə bilmirik. Yəni, Allahı görürmüşçəsinə ibadət edə bilmirik. Ramazanımız gəldi, Allah 11 ayın, axşam desin bir sual vermişlər. Niyə Ramazana 11 ayın sultanı deyirlər? Məsələn, ən belə deyim ki, əzəmətli aydır da. Niyə? Çünki sultan sultandır. Sultan olduğu məmləkətdə istədiyi qapıyı açar, istədiyi qapıyı bağlayar. Ordu onun əlindədir. Düşmanları məmləkətə soxmaz və bütün hakimiyyət onun əlindədir. Doğru mu? Ramazan ayı gəlişi ilə Allah Subhanahu taala bu ayın bərəkəti ilə Allah Subhanahu taala neynədir? Cəhənnəm qapısını bağladı, cənnət qapısını açdı, şeytanları bağladı. Yəni nəfsin arzu və istəklərini qısıtladı. Daha nə olsun yəni? Sultanlığını ortaya qoydu da. Diğer aylarda icazə verilən əməllərə bu ayda heç bir şey icazə vermədi və 7-24 ibadətdəsən, amma niyyətin sağlam olarsa. Çünki mən samə Ramadana imanən və ihtisabən, kim Ramadanı iman və hesabını da Allahdan gözləyərək oruç tutasa, və ğufirə lehu mə təqəddəmə min zəmbi, keçmiş nə qədər günahı varsa hamısı bağışlanmışdır. فهذا يدل على أن على القلب فرض iman. Bu dəlildir ki, iman qəlblə iman etmək fərzdir, o təsdiqdir, bəl marifətdir. Və la yəfəlu qavlu. Əgər bir insandan söz, yəni ona fayda, qəlbdəki iman, belə deyim ki, daha doğrusu dillə söylənən bir söz qəlb ilə təsdiq olunmuyorsa, dillə söylənən bir əməlin əslini qəlbdən, belə deyim ki, baharını və qəlbdən həqiqətini almırsa, yəni o iman əlbəttə ki, nədir? Fayda verməyəcəkdir. Bunun üçün, yəni insanların üzərinə düşən, bizim üzərimizə düşən nədir qardaşlar? Qəlb ilə həqiqi anlamda iman etməkdir. Qəlbimizi Allaha buraxmaq. Buna görə tavsiyə görərdim ki, İbn Qayyim Allah rəhmət eləsin, yəni qəlbin ilacı, yəni Də və dəva kitabının aslında budur. Də və dəth və dəva, yəni onun kitabı, dərmanı, yəni qəlbin ilacıdır kitabın adı. Aslında o kitabı oxusanız çox faydalıdır, çox faydalıdır. Yəni mən belə yanlış anlaşılmamasın, dəfələrlə oxumuşam, dəfələrlə də elə bilmişəm ki, heç mən bu kitabı sanki heç oxumamışam. Hər səfərində yeni faydalar, yeni bilgilər, yəni insan orada özünü, inanıram ki, hər kəs orada özünü görəcəkdir, hər kəs orada özünü tapacaqdır və qəlbinin içində yaranan sualları onun içində muhakkak ki, tapacaqdır yəni. Bunun üçün gəlin, neyə qardaşlar, qəlbimizi islah edək. Yəni, hətta mən onu deyərdim ki, Əbu Hureyra deyir ki, qəlb bütün bədənin deyir sultanıdır. Qəlb deyir Nuhun gəmisidir. Qəlb tevhid kəlmə, la ilahe illallahın özüdür. Yəni qəlb, belə deyim ki, insan orqanlarını, insanı hərəkət etdirən, düşüncələrini, xəyallarını, fikirlərini hərəkət etdirən orqandır yəni. İnsanı itaətə yönləndirən də qəlbdir, masiyyətə yönləndirən də qəlbdir. Yəni, çünki sən qəlbini necə tərbiyə eləmirsənsə odur. Adamın deyil, qardaş, sən qəlbən, ürəkdən mi istəyirsən bunu? Mən səni ürəkdən sevirəm, məsələn, ürəkdən səni çox istəyirəm. Qəlbən deyirəm bunu. Ona görə Allah Subhanahu taala həqiqətən də qəlbən sevmək başqa bir şeydir. O qəlbən Allaha aşiq olmaq, Allaha tabi olmaq, Allaha məhəbbətullah.
yani Allah sevgisi yani tamamıyla başka şeydir. Cenneti kazanmak yani tamamıyla başka şeydir. Yani sahabenin hayatına baktığımız zaman da Mekke dövründe o kadar farzlar, ibadetler yok idi ama sahabe Allah'ın rızasını kazanmak için yani her bir şeyini vazgeçti. Her bir şeyini terk etti. Yani niye yeter ki Allah ve Resulü razı kalsın yani. Yeter ki Allah ve Resulü sevinsin. Buna göre ve bize bazı dünya şeylerini sıxan da bize korku veren de dünyadır yani. Ve o da kalbimizde olan xəstəlikdən səbəbdir. Yani kalbimiz narahattır. Buna göre de birinci bizim yani imanın nöqtəsində İbn Teymiyyə deyir ki, bir insanın deyir kalbi iman ile dolu olsun. Sonra ise deyir dilinlə tevhid kəlməsini söyləməməsi mümkün değil. Ve söyleyip de əməl etməməsi mümkün değil. Kalbiyle iman dolu olduğu halda ben kalbimle dolu Allah'a iman etmişim ama zahirinde İslam'ı yaşamırsa o yalnız diye zındık olabilir. Mümkün değil diyor. O zındıktan ve münafıktan sadır olabilir. Başkasından mümkün değil kardeş. Bize bütün böyle diyeyim ki zenginlikler bahşeden de imanı zenginliği, dünya ve ahiret zenginliğini, bütün zenginliği, rahatlığı, her şeyi bahşeden şey insanın kalbidir. İnsana qorxunu da veren qəlbdir, sevgini de veren, qorxma qorxma deyən də, sabir göz qal deyən də insanın qəlbidir yəni. O qəlb səni, belə deyim ki, vəsvəsəni verir, səni qorxudur, səni titrədir. Çünki bizim qəlbimiz həqiqi anlamda İslamla yaxın tanışmayıbdır. Yəni imanı oraya soxa bilməmişik. İman gəlir buraya qədər, buradan geri qaytarır. Buraya gəlir, biraz vicdanımız sızıldayır, ondan sonra yenə də eyni ab-havaya dönürük. Məsələn, mən keçən sual verdim, yəni sual verirəm. Bilirəm ki, yəni bu suallar bəzən qardaşların narahat edir. Mənim özümlə narahat edir bəzən bu sual, qoy sizə narahat eləsin. Vicdanımı deyək, Azərbaycanın atalarımızın sözü deyək, papağımı və vicdanımı qabağıma qoy, bir kişi kimi, get güzgün qabağında otur. Kişi sən, əlhamdülillah, güzgün qabağına keç, ən yaxşı yekə güzgü harada yerləşir? Yataq otağında və ya salonda bilmirəm, haradasa qoyun qabağına keçin. Özümə sual ver, sən kimsən? Sən ümumiyyətlə kimsən, nəsən, nəyin nəsisən? Sən İslamda kimsən vəbşi? O türmədə deyirlər, sən Parisdə kimsən vəbşi? Yəni, sən müsəlmansan, sən İslamda sən kimsən? Sən vəbşi niyə yaşayırsan? Sənin hədəfin nədir? Allah üçün nə işlə məşğulsan? Allah'ın dini yer üzerinde bir insan Müslüman olsun senin haricinde. Senin Müslüman olman için bu kadar insanlar əziyyət çəkiblər. Sen insanların Müslüman olması için ne inirsən? Azərbaycanda bu mübarək bizim bu məmləkətdə insanların Müslüman olabilmesi için qohum əqrəbələrin, şirk edənlərin, o təkfir ettiğimiz insanlar var. Barbar bağırırıq, onları təkfir etmək, onlar təkfir etməyən təkfir olunur və s. və s. danışırıq, ağız dolusu belə. Biraz birisi de ağzını büzəndə deyir, ya nəsə səndə bir təhərsən, deyirsə səndə problem var. Bax, mən bu kişilərə soruşuram, siz nə ilə məşğulsuz? Yəni, siz bu Allah'ın dinində nə ilə məşğulsuz? Siz nə ağarırsınız bu Allah'ın dini üçün? Mən şəxsən istəyərəm ki, yəni insan pəncərədə keçsin, özünüzə yazın da, dəftər yazın. Məsələn, mən keçən də sizə dəftər versəm ki, bu günləri Əbu Eymən haqqında danışın. İnanıram sizə 48 yox, 100 vərəqli dəftər sizə bəs edilməz. Ürək sözümüz o qədərdir ki, hər şeyi doldurarsınız. Müsəlmanların nə qədər problemləri var, onu da yazarsınız. Biz niyə problemliyik, onu da yazarsınız. Hamısını yazacaqsınız. Amma ikinci qələmi dəftəri versən, biraz da özündən danış. Ya sən kimsən? Sən haradasan? Sənin mənzilin haradır? Sən nə ağarmaq istəyirsən? Sənin bu dildə, bu müsəlmanların yer üzündə birləşməsi üçün, deyəsən, birləşmirik. Müsəlmanların islah olması üçün, müsəlmanların, belə deyim ki, halının, rifah hallarının, imanı, İslamı daha yaxşı olsun deyə, qarqaşa olmasın, dava qırğın olmasın deyə sən nə ağarırsan? Məsələn, bəzən müsəlmanlar mənim onlara həqiqətən gülməyim tutur. İçində bugün otururlar, İran, İsrail, Amerika, mübahisə müsəlmanlar eləyəndə mənim həqiqətən onlara küçümsəyərək istehza ilə baxıram. Ya sana nə? Sana nə? Sən onun arasındasan. Sən kimsən ki? Sənin sözün özümə keçərli deyil. Sən durub onlara da fikir bildirsən. O
belə bir söz, yenə də türmədən misal verirəm, yəni anlaşılmaz. Elə sən bu məsələdə seryozu alan insan, ciddiyə alan varmı ki? Yəni sən kimsən də, bir özün kimsən ki, sən durub bu günləri bu məsələdə fikir bildirirsən. Sən kimsən ki? Yox, mənə görə bu belə otururlar saatlarla, baxırsan, saatlarla danışırlar, yorumlar yazırlar, paylaşırlar, sənə nə İsraildən? Ya Allah aşkına, ya lütfen ya İsraildən sana nə arkadaş? Ya sen İsrail'in, o Yahudinin, o Hristiyanın, o xaçpərəstin, yəni islah olması üçün veya Müslümanların ona müzəffər olması üçün sən nə ilə məşğulsan? Sen bana ondan cevap ver görüm. Qoy onu kim məşğul olsun? İslamın dərdini çəkən insanlar, İslam üçün əziyyət çəkən insanlar məşğul olsun. İslam üçün canından, malından, həyatından, ömründən, bu din üçün bədəl ödəyən insanlar bunun dərdini çəksin. Sana nə ya? Ya sen git öz dünyanla məşğul ol, öz ticarətinlə məşğul ol. Sən nəyin dərdini çək? Benzin qalxacaq, maşınıma yaxşı benzin tökə bilməyəcəksən. Sən bəlkə onun problemi. Yaxşı pul qazanım ki, maşınıma yaxşı benzin töküm, yaxşı sürüm. Sən bir dənə onu fikir, qiymətlər qalxır, yaxşı yeyib içə bilmədim. Sən onu fikirləşə bilərsən. Müsəlman qardaş, həqiqətən də biraz özümüzə dəyər verin. Özümüzə niyə belə hörmətsiz gelirsiniz? Yəni insan özünə niyə belə dəyərsiz qiymət verir? Yəni sənə aid olmayan bir məsələlərə Allah Rasul gözəl bir hədisi var. Deyir min husn İslam mər'i tərku ma la yəni Müslümana aid olmayan şeyə burnunu soxmaması tabiri caizsə, yəni ona aid olmayan şeyə girişməməsi onun əxlaqının gözəlliyindəndir. Yəni sənə aid deyilsə ona niyə girişirsən ki? Yəni bunun için kardeşler, yani bu din dertli insanların, bu din Allah ve Resulünü seven, sahabenin yolunu giden, tabiinin yolunu giden, canıyla, malıyla innallah iştera minel müminine enfusehum ve envalehum bi enne lehumul cenne. Allah diyor ki, Allah subhanahu teala o insanlardan cenneti canları karşılığında satın aldı. Malları karşılığında satın. Birinci de iştera minel enfusehum ve envalehum. Canlarını verdiler, sonra ise mallarını verdiler ve cenneti satın aldılar. Ya mən bugün Ebu Dahda kimi ki Allah Resulü'nün yanına gelen bir ağaç söhbetine göre o ağacı satın alıp cennete girmesi için bütün bağının neyi varsa Allah için verdi ki yeter ki o cennete girsin. Ya senin benim bugün kin, küdret, buğuz, cimrilik yarışı var bizim aramızda. Aslında Müslümanlar nedir? Sabiquna bir xeyrət, onlar xeyrdə yarışarlar. Biz bugün cimrilikte yarışırıq. Görüm kim verəcək, o versin sonra mən verim. Görüm az qalanda mən verərəm. Allah için bir şey tələb olunanda münafiklər kimi Allah korusun. Yani münafiklər neynədilər? Allah Resulüne sağlam kasıb fakir bir Müslüman bir maat verəndə oradan zəngin münafiklər dedilər ki veya münafiklər ya Allah sənin bir manatına, bir kisənə, bir ovuc xormana mı ehtiyacı vardır? O zaman onlara deyildi ki yaxşı ehtiyac yok, bu gəlsən bir. Sonra zənginlər gətirdilər dolu verəndə ona bak, riyakara bak, riyakarlıq edir. Bu münafiklərin işidir yani. Buna görə əzizlərim, gəlin qəlbimizə İslamı həqiqi anlamda soxaq. Yazıq, vallahi yazıq. İbadət edilir, oruç tuturur, az qalır, susuz qalır. Mən bir şeyxim var idi. Allah ona rəhmət edəsin. İnşallah inanıram ki sağdır. Şamda ikən biraz zikir idi. Türklərlə var idi. Müəyyən çeçenlər, müəyyən əqidəvi dərs idi. Onların xarab əqidəsi, İslam düşüncələrini gördü. Dedi ki, vallahi ənə ənsəhu ləkum. Yani mən sizə nəsiyyətim budur ki, yani dünyanız bədbaxt gündədir. Zaten sizin dünyanız yoktur. Zaten bu dünyada niye özü öldürürsən, niye cübbəni geymişsən, sarığı geymişsən, əlinə çəliyi almışsan, bu boyda təsbiyə götürmüşsən, Allah zikir edirsən, bədbaxt. Niye? Zaten sənin bu yaşayışınla sonu cəhənnəmədir. Bu dünyanı da özümə zulm eləmsən də, yani niye bu zulm verirsən? Yani istisində 45 derəcə Şamda oruç tursan, niye sən ama gedin, kafir kimi dünyada həyatımızı yaşayın. Yani ki Allah Resulü diyor, bu mümin, bu dünya müminin zindanı, kafirin ise cennetidir. Yani gedin bu dünyadaki kafirliği, o cennetimizi yaşayın tabiri caizse. Gedin, yiyin, için, gezin, tozun. Zaten senin sonun bədbaxtdır. Ya zaten senin böyle bir imanın sual altındadır. Zaten senin bu İslam'ın Allah katında o kadar da keçerli değil yani. Ya git, gez, toz, git hayatını yaşa. Yani zaten böyle guru bir iman, küçük bir imtihan olsa o imtihanı kaybedecek insanlarız. Yani 5-10 gün bundan qabaq biraz Müslümanları biraz 5-10 maatla imtihan ondan Müslümanlar neredeyse evlerine
yəni üzr istəyirəm, beton vurub və 50 dənə də qıfıl zincirləci ilə ki, heç kim mənim müsəlman olduğumu bilməsinlər. O vaxt məhkəmədə Allah islah eləsin, bir qadın var idi, 28-də müəllimə idi. Məndən xahiş eləmişdi ki, bir dənə mənim telefonum evdə qalıb, zəng edeyim, qarşılayacağım. Məhkəmədə gəldi, dedi ki, onu da çağırmışlar mənim məhkəməmə. Yəni, qadın dedi ki, vallahi hakim bəy dedi, sayın hakim bəy dedi, mənim nəslimdə ibadət edən yoxdur. Biz Qurandan da, dindən də uzaq adamlarıq. Yəni, bizim bu adamlardan heç əlaqəmiz yoxdur. Yəni, vallahi mən bilmirəm bu adamı hardan tanıyıram, necə mənim nömrəm ona düşüb və ona zəng eləmişəm, yəni. Biz belə olmayaq da. Yəni, o hakimi gülürdü ki, mən dedi, sizi tutmaq istəmirəm. Sadəcə soruşuram ki, sizin bu adamla nə kimi bir əlaqəniz var? Niyə zəng eləmişsiniz buna? Nəyə görə zəng eləmişsiniz? Bəzi müsəlmanlar var, gəlirdi, danışırdı məhkəmə. Dedim, qardaş, danışma, lazımdır. Zaten mən özüm hər şeyi etiraf eləmişəm. Mən halımdan zaten narazıyam. Mən zaten tutulmamdan şikayətçi deyiləm. Heç mən apellyasiya məhkəməsinə belə vermədim. Çünki narazı deyildim ki, niyə narazı olum ki? Nəyimdən narazıyam? Niyə narazı olmalıyam ki? Elhamdülillah. Rabbimin qədəri ilə oturduq. Rabbimin qədəri ilə də elhamdülillah yaşayırıq. Allah nə qədər ömür vermiş, o qədər yaşayacağız. Hətta şikayət ededim, mən şikayətçi də deyiləm. Heç birində şikayətçi deyiləm. Heç şikayətçi oluram ki. Allah islah eləsin. Allah hidayət eləsin. Çünki Rasulullah sallallahu aleyhi və səlləm metodu buydu da. Cəbrail aleyhisselam gəldi, nə dedi? Ya Rasulullah, səni döydülər, işgəncə verirlər, əziyyət verirlər. Bu dağı birləşdirsinmi? Vallahi sümmə, vallahi sümmə, vallahi deyirəm. Bax, vallahi deyirəm. Xırdalanda bir bankdaydım. Adını unuttum bankın. Bir də gördüm, məni arxadan bir nəfər... Turan bank idilər. Hə, demişdim deyəsən o bir dəfə. Gəldi, dedi ki, dedi, salam aleyküm, dedim, aleykümselam. Dedim, mənə tanıyırsam, dedim, yox. Deyir, elhamdülillah, inşallah tanıyarsan, sağ xatırladım. Deyirəm, Hasanı xatırladım. Deyir, qaydaq 2007-yə. Deyirəm, sən kimsən? Deyir, o vaxt mən deyir, sizi tutanda, deyir, mən polis idim, deyir, falan yerdə işləyirdim. Elhamdülillah, deyir, indi deyir, məsələsinin əxi olmuşam, mən də ibadət edirəm, 5 vaxt namaz qırıram, Allah'a hamd olsun və s. və s. Yəni, nə demək istəyirəm? Allah Rasulü nə dedi orada? Dedi ki, mənə əziyyət edənlər var. Ola bilər ki, onların sülaləsində bir nəfər iman edər. Bir nəfər iman edər düşüncəsi ilə sən aff edib, bağışlayıb Allaha təvəkkül eləməlisən. Allahdan istə. Əcri Allahdan istəməlisən ki, elhamdülillah. Allah Rasulü nə dedi? Onlar bilmirlər. Onlar bilsələr ki, mən Allahın Rasuluyam, onlar mənə belə əziyyət eləməzlər. Onlar həqiqi anlamda İslamı bilmirlər. Həqiqi anlamda şəriəti bilmirlər. Əgər həqiqətən də Allah Rasulü dedi ki, insanlar bu günləri İslam'a bilsələr, sağ bu gün vahabi, terörist, başqa isimlər verməzlər. Niyə? Çünki həqiqi olaraq İslam, necə ki sən eyni fikirdə olmuşsan, necə ki bizlərin bir çoxsu eyni fikirdə olmuşuq, amma bu gün o sözü deyəndə özü gülməyini tutur. Və bizim ailələrimiz bizə ailəviz kimlərəsə bu isimləri vermişik. İndi ailənin içindən müsəlmansan, ailəyə deyəsən ki, ay ana, ay ata, ay qardaş, ay bacı, sən mənə vahabi deyə bilərsəm, deyir, abala, vallahi səhv eləmişik. İşte cahillik yəni. Ona görə Allah bizlərə qardaş sağlam iman və İslam nəsib eləsin. Allahım əmin. Allah razı olsun. İnşallah ki, burada duraq. Gelin qalan inşallah dərsimizi də və geri qalan məsələ zaten nə idi? Dillə söyləmək və əməllərlə göstərməkdir ki, onu da, yəni zaten dünən də biraz ona toxunmuşuq. İnşallah ki, Allahın izni ilə 13-cü hədisi də inşallah Allahın izni ilə sabahlar nəsib olarsa üzərində durarıq. Allah subhanahu sizlərə yar və yardımcı olsun. Rabbim bizləri bağışlasın. Millətimizi bu Ramazan ayında hidayət ilə, İslamla Rabbim nurlandırsın. Allah bu Ramazan ayında bərəkətini, ihsanını hər birimizdən, müsəlmanlardan əksik eləməsin. Allahümme amin, Allahümme amin. Və axir davana elhamdülillahi rabbil alemin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.